indi hər şey qutardı. Mənim bu xırda saçlarıma keçdik. Mən qaş əkdirmişəm. Mənə səndə genetik saç uzundur deyən xanımlar. Genetik qaşım yoxdur, kipriyim qaynaqdır, qaş əkdirmişəm. Məndə burada belə topa qazıblar və kökündən saçımı çıxardıb qaşıma əkiblər köklərini. Və mən hər dəfə də saçımın dibini göstərirəm də. Axı durub bir damcı yerə qaynaq yığdırası deyirəm ki, bunu yığdırsam hər yerə yığdıraram da mən. Və onu da nəzərinizə çatdırım ki, mənim saçlarım, mənim köhnə izləyicilərim bilirlər. Ayayuska səhifəsində gəlib baxa da bilərsiniz ki, 2021-dən 22-dən oyuna mənim saçım həmişə belə qısa olub. Zeyn dünyaya gələndən sonra mən məhsulları kəşf eləmişəm, öz saçımı uzatmışam, sonra da satışını eləməyə başlamışam. O bəzi saç məhsulları satanlar kimi mən falan kəs satdı, mən də satım, bu satdı, mən də satım, məndə elə şey olmayıb. Öz saçlarımı həqiqətən bu məhsullarını uzadıb, sonra satmağa başlamışam.